8-ə qədər səhv olan var? Var kimisə səhvə 8-ə qədər? Yoxdur. Deməli, I mübtəda, should xəbər. Xəbərdən sonra hansı əvəzlik gəlir İlyas? Xəbərdən sonra obyekt al gələcəkdir. A variantı our özündən sonra isim istəyir. B variantı adlıq aldı. D variantı yiyəlikdir. E variantı adlıq aldı. Qalır cavabım C variantı. Bəzisi deyir ki, ay müəllim, nöqtələrdən sonra orada pictures gəlibdir. Niyə yiyəlik əvəzliyi verə bilmərəm? Verə bilmərik. Kim deyər? Kimsə fikri var, niyə yiyəlik əvəzliyi olmaz orada? Baxın görüm, niyə olmaz orada yiyəlik əvəzliyi? Ay, sağ ol, article gəlibdir. Bəli, yiyəlik əvəzliyindən və yiyəlik haldan sonra qətiyyən article gələ bilməz. Sonra 11-ə qədər var. 12. 12-də deməli, I don't know cümlə xəbərdir. Xəbərdən sonra gəlibdir nöqtələrim. Deməli, obyekt olmalıdır. A variantı adlıqdır. B variantı isimli yiyəlikdir. C variantı adlıqdır. D və E variantı qaldı. Baxın, birinci cümləni bizə, bəli, birinci cümləni bizə boşuna verməyibdir. A new hostess, S. Bu nə yaradırdı? Qadın cinsinə mənsub sözlər yaradırdı. Deməli, qadın cinsinin obyekti her olacaqdır. D variantı. Sonra 21. Baxaq görək, nədir 21? Bildim 21-dən niyə görə səhv yazmısınız. Əvvəlcə 19-a baxaq. Nöqtələrdən sonra ar gəlibdir. He, she, itin xəbər təkdədir. A, B getdi. Bunu sizə izahda demişdik. You, I da M olacaqdır. Qaldı C ilə E variantı. You nə deməkdir? Sən ya da siz deməkdir. D nədir? Onlar. Baxıram ki, orada deyir bizim sinifdə the best student. Student təkdir. Tək deməli bir nəfərdən söhbət gedir. You olacaqdır sən mənasında. Oldu mu? Əgər D yazsam, orada students olmalı idi. Yaxşımı? Sonra indi 21-də, bildim niyə səhv yazmısınız. Nöqtələrdən sonra watch sözünü görmüsünüz. Elə bilmişsiniz o izləmək mənasındadır, feildir. Ona görə şəxs əvəzliyi adlıq halda vermişsiniz böyük ehtimal. Bəli, qol saatıdır. Bəli, qol saatı isimdir. A variantı isim istəmir, B variantı isim istəmir, D variantı obyekti getdi, E variantı adlıqdır getdi. Qalır cavabım C variantı. I don't know the time. Mən deyir, vaxtı bilə bilmədim. Vaxtı bilmirəm. Because I can't find my watch. Saatımı deyir, qol saatımı tapa bilmirəm. Saatı bilmir. Niyə? Qol saatını tapa bilmir. Sonra 22. 22-də nöqtələrdən sonra baxın, isim gəlməyibdir. Deməli isimsiz gələcəkdir. A variantı. A friend of yours bərabərdir your friend. A friend of yours bərabərdir your friend. 37-yə qədər var. Məndə 25 səhv. 25 səhvdir. Deməli, nöqtələrdən sonra keys, açarlar gəlibdir, isimdir. D variantı my-dan sonra isim gəlməyəcəkdir. İkinci tərəfə baxıram, I can't find xəbərimdir. Xəbərdən sonra obyektim gələcəkdir. Obyekt A variantında D obyekt deyil, E variantında D obyekt deyil, qaldı B ilə C variantı. Demlə itin arasında qalmışamsa, dem cəm olan hər şeydir. İt də cansızlar, heyvanlar, təkdə olarsa, söhbət nədən gedir? Nəyi tapa bilmirəm? Bəli, birinci cümlədə keys, açarlar sözünü veribdir. Cəm olan hər şeyin obyekti dem olacaqdır. B variantı. Aydın olmayanda deyim, bir də təkrar izah edeyim. Sonra 37. 37-də Alan never drinks milk, süd içmir, doesn't like, xoşlamır. Yenə xəbər gəlibdir. Xəbərdən sonra baxın tamamlığımı, yəni obyektimi tapmalıyam. A variantı it's isimli yiyəlikdir. D variantı they adlıqdır. E variantı their isimli yiyəlikdir. Qaldı B ilə C-nin arasında. B cəm olan hər şeydir. It isə cansız əşya, heyvanlar təkdə olarsa. Birinci cümləni yenə deyirəm, mənə boşuna verməyibdir. Alan never drinks milk. Nəyi? Süd içmir. Deməli, o südü xoşlamır. Milk də təkdir. Bəli, it olacaqdır C variantı. Başa düşdükmü? Nəsə aydın olmayanda bir də deyin. Sonra 26. If John
Phones, tell. Tell demək söyləməkdir, feildir. Feildən sonra obyekt verəcəm. B variantı they getdi, C variantı he getdi, D variantı his getdi. A və E variantı qaldı. If John phones, əgər deyir John zəng vursa, tell denən kimə, ona. John oğlanın adıdır, him olacaqdır. A variantı. E onlara de, yox deyir ki, əgər John zəng vursa, ona de ki, mən gecikəcəm. Daha sonra qayıdacam. 38. I heard a lot of news, but I didn't believe. Believe nə deməkdir? İnanmaq, feildir. Özündən sonra obyekt istəyəcəkdir. B variantı yiyəlikdir. C variantı yiyəlikdir. E variantı adlıqdır, getdi. Qaldı A ilə D arasında. Yenə də deyirəm, birinci cümləni mənə boşuna verməyibdir. I heard a lot of news. Nə eşitmişəm? Çoxlu xəbər. Xəbər necə isimdir? Təkdir, sayılmayandır, bəli. Tək isimlərin obyekti dem olacaqdır, it olacaqdır, D variantı. A-da dem ola bilməz. Bəziləri düşünür ki, new sözü cəmdədir. Deyir ki, müəllim, oradakı S cəm şəkilçisidir. Onda demək sözün kökü new, yenidir. Sifətə mən necə S qoşuram? Yəni, demək ki, səhv düşüncədir, o belə yadınızda saxlayın. Məsələn, olar ki, gedərsən imtihana, yenə qarışdırarsan, məntiqlə yadda saxla ki, S orada cəm olsa, əgər new sözü olmalıdır sözün kökü, new da yeni deməkdir. Mən sifətə necə S qoşub cəmləndirirəm? Yəni, bu sözün özü elə new, xəbər sayılmayandır. Cavab olacaq D variantı. Sonra 45. The city is the most ancient part of London center. Aha, financial center maliyyə mərkəzidir. Mərkəz isimdir. Özündən sonra isim istəyən isimli yiyəlik axtarıram. B variantı isimsizdir. C variantı yiyəlik deyil. E variantı isimsizdir. A və D variantında qaldıq. Nəyin mərkəzidir? City'nin mərkəzidir. Deyir ki, o Londonun qədim hissəsidir və onun Londonun financial center maliyyə mərkəzidir. Yəni Londonun. Londonda təkdə olduğuna görə cansız tək içsi olacaqdır D variantı. Başa düşdükmü? Bəli. Sonra 51-də nöqtələrdən sonra isim yoxdur. Deməli, isimsiz verəcəm. İkinci tərəfdə də yenə isim yoxdur. İsimsiz verəcəm. Hər ikisi isimsiz olan C variantı olacaqdır. 52. I think. Hair nə deməkdir? Saç isimdir. B variantı hers isimsizdir. E variantı mine isimsizdir. C variantı mi obyekti getdi. A qalır, D qalır. İkinci tərəfə baxıram ki, ikinci tərəfdə nöqtələrdən sonra yenə isim yoxdur. Bu da D variantı olacaqdır. Bir tərəfdə her olacaq, digər tərəfdə mine. 59. Aha. Let's paint. Let's nəyə bərabərdir? Let us-a bərabərdir. Bəli. Let's bərabərdir. Let us, ourselves olacaqdır. E variantı. Bəli. 62. Şiddətlə qınadıq. 62-də. Nöqtələrdən əvvəl about söz önü gəlibdir. Söz önü üstə gəl obyekt gələr. B variantında we getdi. E variantında she gedəcəkdir. İndi gəlirəm ikinci tərəfə baxıram ki, variantlara qayıdış verməliyəm. Qayıdışı da mübtədaya baxıb verəcəm. We-nin qayıdışı olacaqdır. Ourselves, A variantı. Don't worry about us. Bizim barəmizdə narahat olma. We can take care of ourselves. Özümüzün qayğısına qalarıq. Sonra 5. Deməli, nöqtələrdən sonra spectacles gəlibdir, cəmdədir. C variantında that gedəcəkdir. İkinci tərəfdə by almaq feili, feildən sonra obyekt, yəni tamamlığım gəlməlidir. Obyekt B variantında they obyekt deyil, adlıqdır. D variantında they obyekt deyil, adlıqdır. A qalır, E qalır. Yenə də mən itlə dem arasında qaldım. Gəl alaq deyir. Gəl alaq nəyi? Spectacles, eynəyi. Eynək də həmişə cəmdədir. A variantı olacaq. Başa düşdükmü? Bəli. Sonra 71. 71. Deməli, uşaqlar, of-la bağlanıbdır. Mən neynirəm? Of-dan əvvələ baxıram. Shoes-a baxa bilmərəm. Təkdədir.
C variantında this, E variantında those, D variantında those getdi, A qaldı, B qaldı. İkinci tərəfdə boots çəkmələr cəmdədir, B variantı olacaqdır. Oldu mu? 74 dedin qızım. Aha. 74-də. Hə, indi qarşılıq əvəzlikləridir. Deməli, qarşılıq əvəzliklərini nə demişdik? Əgər apostrof S gəlibdisə, ondan sonra mütləq isim gəlməli, çünki yiyəlikdir. Baxıram ki, nöqtələrdən sonra since gəlibdir. Since isim deyil. Deməli, 1, 3 çıxacaqdır. 2 ilə 4 qalır. We deyibdir uşaqlar. We 2 nəfərə də biz deyə bilərik. 2-dən çoxa da biz deyə bilərik. Ona görə each other da doğrudur. 2, one another da doğrudur. 4. Ancaq 5 səhvdir. Çünki cümlə ortasında mən şəxs əvəzliyini adlı halda verə bilmərəm. 2, 4 doğrudur, B variantı. Sonra? 73 məndə səhv idi. Tamam. 74-də nöqtələrdən sonra homework gəlibdir. Homework isimdir. Baxın, birinci tərəfdə deməli. Amma yenə də mübtədaya baxmalıyıq. Çünki hamısını isimli veribdir. Susan and I deyibdir. Əgər şəxslərin arasında, şəxslərin içində mən varamsa nə olacaqdır? We olacaqdır. Bəli, deməli mənim şəxs əvəzliyim burada mənim mübtədam we'dir. Deməli bizim ev tapşırığımız olacaqdır. Our, A, C, E getdi və we-nin də qayıdışı ourselves olacaqdır. D variantı. Aydın oldu mu? Başa düşdükmü? Sonra 84-ə qədər varmı? İlyas yazmayıb da, deyəsən 80 dənə yazıb. 70 dənə hətta. Aha, 84. Nöqtələrdən sonra, deməli biz yiyəli axtarmırıq. Yox, işarə əvəzlikləri veribdir. Deməli, cümləmin xəbəri nədir? Danışıq olmasın. Cümləmin xəbəri nədir? Are. 4 hərfli this, that-in xəbəri is, was olar. A, D, E variantı getdi. B qaldı, C qaldı. Deyə bilərsiniz, ay müəllim, bəs niyə C variantını çıxmadın? D var orada, şəxs əvəzliyi adlı halda. Biz demişdik ki, şəxs əvəzliyi adlı halda həmişə cümlənin əvvəlində gələcəkdir. Cümlənin mübtədası rolunda çıxış edəcəkdir. Amma deyirik ki, əgər cümləmiz sual cümləsi olarsa, bu zaman D axırda gələ bilər və ondan əvvəldə köməkçi gələrsə ola bilər. Görsən, are köməkçisi gəlibdir, xəbər gəlib, D də verə bilərəm, those da verə bilərəm. Ancaq ikinci tərəfə baxmalıyam. İkinci nöqtələrdən sonra xəbərim cəmdədir, are veribdir, that is olmalıydı. Qalır cavabım B variantı. 72-yə baxaq. 72. Aha. 72. Nöqtələrdən sonra news gəlibdir. Bayaq dedik, news neçə isimdir? Tək sayılmayanlar həmişə təkdə olur. A variantında this, D variantında those getdi. Getdi mi? İndi gəlirəm. Yox. Made nədir? Etmək. Xəbər və xəbərdən sonra mən tamamlıq, yəni obyekt verəcəm. C variantında we adlıqdır, E variantında she adlıqdır. Qalır cavabım B variantı. Sən orada news-a obyekt vermirsən ki, deyir ki, this news, bu xəbər onları çox qəmgin etdi. Ola bilər də, onlar kimdirsə, o bir neçə insanı pis edibdir. Biz burada xəbərə obyekt vermirik ki, it axtaraq. Deyir, bu xəbər edibdir. Onları çox qəmgin. 85. Nöqtələrdən sonra weather gəlibdir, isimdir. Rainy weather nə idi? Weather sözünün artiklından işlənməsi necə idi, yadınızdadır? Weather sözün, bəli, həmişə D article ilə işlənəcək. Amma qarşısında təyin edici gələrsə, qarşısı boş gələr. Görsən, gəlibdir. İndi davam eləyək. Weather isim gəlibdir, isimli istəyir. C variantı isimsizdir, D variantı yiyəlik deyil, digərləri qaldı. Nəyin yağışlı havasından danışır? Şotlandiyanın, Scotland'in. Scotland'da təkdə cansız A variantı olacaqdır. It's. Deyir ki, Şotlandiya məşhurdur öz yağışlı havası ilə və yiyəli əvəzliklərini də öz şəklində tərcümə edəcəyik. Artıq burada demirik Şotlandiya məşhurdur onun yağışlı havası ilə, öz yağışlı havası ilə. Sonra 13. 93. Bəli. Aha, 93. 93-də mənim mübtədam The Millers'dır. The Millers nədir burada? Deyə bilərsiniz.
Bəli, bəli, ailə. Bütöv ailədir, ailə cəmdədir. S var. Cəm olan hər şeyin qayıdışı nə olacaq? Cəm olan dem servis, bəli, C variantı. Cəm olan hər şeyin qayıdışı dem servisi olacaqdır. Sonra 100. Diqqətli olun. Bax bu həmişə sınaqlara düşür. Burada nə görürəm? Not only ISO, not only but also görürəm. Nədir balam? Bəli, bəli. Not only, but also. Not only, but also. Görürsən, not only, but also da həmişə ortadakı ismə baxacam. This place, place nədir? Təkdə, təkdir, cansızdır. Qayıdışı nə olacaq? Itself, C gedir, E gedir, B gedir və ikinci tərəfdə special atmosphere gəlibdir. Xüsusi ab-havası atmosferi, isimdir. Bəli, it, bitişik olacaqdır. A variantı. It's. Bitdimi?